Hər vaxtınız xeyir olsun. Mən bugün sizlərə qaz plitəsinin təmizlənməsi qaydasını öyrədəcəm. Görürsünüz, bu 6 sobalı qaz plitəsidir. Köhnə qaz plitəsindəndir. Burada gözləri var. Gözləri tutulub və keyfiyyəti pozulub. Yəni getdikcə yaxşı qazı çıxmağa yaxşı qoymur. Görürsünüz, belə köhnə gözlər bunlardır. Yəni qazın çıxdığı gözlər bunlardır. Burada bağlı olur. Açarla buradan açıb çıxarıram. Yəni açarla, ancaq onu açarla çıxarmaq olar. 4 dənə gözdür və çox pis vəziyyətdədir. Görürsünüz, həm paslanmış kimi olub, çişlənib, deformasiya olub biraz. Rəngindən də baxanda hiss olunur. İndi mən bunları təmizləmək istədim. Gördüm, deformasiya da olub. Həm də iynə zat da soxublar. Kimsə bura iynə soxub gözlərinə, gözlərini həm də korlayıblar. Ona görə bunu təmizləsəm də mənası yoxdur. Ona görə ən yaxşısı dəyişdirməkdir. Yenisi ilə dəyişdirməkdir. İndi yeni, mənim əlimdə olan yeni görürsünüz, qaz gözləri var. Qazın çıxdığı gözlərdir bunlar. Görürsünüz, rəngindən də görürsünüz ki, təzə və yaxşıdır. Yəni köhnələrlə bunun arasında çox fərq var da. Yəni köhnələrə baxanda görürsünüz ki, rəngi zadı özü paslanıb pis gündə. Amma yenilər isə parıldayır, tərtəmiz, daha yaxşı, daha yəni səliqəli, daha hamardır da yəni. Amma köhnələr isə gözlərinə iynə soxduqları üçün, iynə ilə korladıqları üçün yaxşı keçirmir, yəni qazı düzgün şəkildə vermir. İndi mən bunları dəyişdirəcəm, sonra axırda yoxlayacağım. Bəli, gördüyünüz kimi mən qaz plitəsinin gözlərini təmizləmədim. Gözləri pis gündə idi. Pis gündə olduğu üçün və həm də iynə soxduqları üçün biraz korlanmışdı. Ona görə onu dəyişdirməyi məsləhət gördüm. Çünki gözlər korlandığı üçün qazın çıxışı da düzgün olmurdu, düzgün qazı vermir. Ona görə yenisi ilə əvəz elədim. Görürsünüz, qaydasındadır. Sadəcə bu birisi gözü özüm yandırmadım ki, orada farsonkasında da biraz problem var. Bir balaca farsonkasında problem olduğu üçün qazı düzgün vermirlər, hiss verir. Amma qalan gözləri qaydasındadır. İndi hər şey qaydasına yanır. Yəni belə, əgər iynə soxulubsa, gözü korlanıbsa, çox pis gündədirsə, dəyişdirmək daha məsləhətdir. Yox, gözləri qaydasındadsa, iynə zərərzat verilməyibsə, onda təmizləmək daha yaxşıdır. Ən çox da netlə təmizləmək olar. Bu qədər. Mümkünsə mənim videomu bəyənərsiniz və paylaşarsınız. Oldu, sağ olun.